Biləsuvarda keçirilən geniş miqyaslı anım mərasimində Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş din xadimləri ilə yanaşı Türkiyə və Gürcüstandan olan ziyarətçilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Seyid Mirtaha ağanın mənəvi irsinə olan dərin ehtiram bir daha ifadə olunub. Tədbir çərçivəsində onun həyatından bəhs edən şair Seyid Ağa Seyid Sadiqin müəllifi olduğu Zirvəyə gedən yol kitabının təqdimatı keçirilib. Nəşrdə Seyid Mirtaha ağanın dini, mənəvi və ictimai fəaliyyəti, eyni zamanda onu yaxından tanıyan insanların xatirələri toplanıb. Bu günləri çox bir müqəddəs, çox bir şərəfli gündür. Ona görə ki, müqəddəsliyi mənim möhtəşəm dayım, alimimiz Hacı Mirtaha ağanın 8-ci il dönümü münasibəti ilə bütün mömin qardaşlar ağanın ocağına təşrif buyurmuşdur ki, il dönümü qeyd etmək üçün. Məsəl var, deyir, alim öldü, aləm öldü. Bu, o cümlədən Mirtaha ağaya da aid məsələdir. Mən Dərya haqqında damlı olaraq heç nə danışa bilmərəm. Yəni o mənə danışa bilmərəm, mən ona nə tərif verə bilərəm. Onun tərifini Allah verib. Çıxış edənlər insani keyfiyyətlərindən, xüsusilə Qarabağ məsələsində sərgilədiyi qətiyyətli mövqeyindən, dövlətə və orduya olan sədaqətindən söz açıblar. Mərhum atamız böyük İslam alimi olub, ruhani olub. Uzun müddət, 60 ilə qədər müddətdə demək olar ki, bizim cənub regionunda, Azərbaycanın müxtəlif regionlarında yəni dini mərasimlərdə iştirak edib, yas mərasimlərində iştirak edib və dini mərasimlərdə, hüzur mərasimlərində daimi vətənpərvərliyi təbliğ edib. Gənclərimizə demək olar ki, düz yolu təbliğ edib. Yəni ki, insanlar deməli daimi öz vətənlərini sevsinlər, torpaqlarını sevsinlər. Haqq yolu ilə deməli hərəkət eləsinlər, haramdan uzaq gəlsinlər. Tədbirin sonunda mərasim iştirakçıları Mirtaha ağanın Biləsuvarın Bəydili kənd qəbristanlığında yerləşən məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. 1934-cü ildə Yardımlı rayonunun Perimbel kəndində dünyaya gələn Mirtaha ağa Sovet rejiminin sərt ideoloji baskılarına baxmayaraq Quran elmlərini öyrənib, ömrünü mənəviyyata və insanlara xidmətə həsr edib. Bölgə sakinləri də onu sadəcə bir ruhani kimi deyil, elin dərdi ilə yaşayan xeyirxah bir insan kimi xatırlayırlar. Biz də özümüzə boş bildik ki, hər il gəldiyimiz üçün burada iştirak edək, hörmət əlaməti olaraq gəldik. Şəməlindəki gerəkdir, biz də ağanı ziyarət edək. Dövlətə və vətənə bağlılığı ilə seçilən örnək şəxsiyyət Seyid Hacı Mirtaha ağanın adı bu gün də ehtiramla çəkilir. Xatirəsi böyük sevgi ilə yad olunur. Onun vətənə, torpağa olan sevgisi hər kəsə örnək idi. Qarabağ torpaqlarının azad olunmasını hər zaman arzulayırdı və gənclərə vətənpərvər olmağı təlqin edirdi. Xeyirxah əməlləri ilə hər birimizin qəlbində silinməz iz qoyub, mehir, məhəbbət qazanıb. İlqar Mustafayev, Yusif Əliyev bu gün informasiya proqramı üçün.